Hər kəsə salam dostlar, necəsiniz, neynirsiniz? Bugün sizlərlə bərabər olaraq Minecraft oynayırıq və Minecraftda gördüyünüz kimi bu formada həyatda qalmağa çalışacağıq. Görək bu gün Minecraftda nələr edəcəyik və nələr edəcəyik. Görək indi nələr edəcəyik. İndi uşaqlar bu gün bir dənə ev tikirik. Özə ev deyil ha. Yəni gizli bir yerdir. Və bu yeri heç kim öyrənməməlidir. Yəni bir insan gəlib öyrənsə və yaxud tanımadığımız bir insanlar öyrənsə biz bata bilərik. Niyə? Çünki bu bir film olacaq. Bu arada Minecraft filmlərimiz gələcək. Yəni baxmağı unutmayın. O boyda əziyyət çəkəcəm. O boyda parod eləyəcəm. Siz də sevə-sevə izləyərsiniz. Təbii ki də bu videodan hələ qısa formada başlayacağıq. Ona görə like atmağı mütləq şəkildə unutmayın. Demək əziz insanlar, əziz dostlar, bu hələ bu formadadır. Yəni biz bunu uzadacağıq. Bir də əziz dostlar, sizcə Bravo videoları davamlı gəlsinmi? Mən demişdim ki, 8 like gəlsə Bravo videosunun davamı gələcək. Amma Bravo'la son qoyuyorum. Son qoymuram. Biraz çəkməyəcəm bir müddət. Bir qısa müddət çəkməyəcəm. Ondan sonra final. Yəni final yox. Sezon finalı gələcək. Və sezon 2-si gələcək. Yəni ona görə Bravo videolarımızı bəyənin. Baxın sevə-sevə. İndi isə bir dənə qardaşınız nə tikir? Və buranı tikir. Bax görürsüz buranı. Buranı tikirəm uşaqlar. Qısa tikəcəm. Yəni çox uzun olmayacaq. Gördüyünüz kimi. Ay buxara çıxır ha, buxara çıxır. Ay bu nağarır. Qaqa bu nağarır. Ha. Qəşəng. Onda bu da çölə çıxır, beləsi yox, bu çölə çıxmır. Demək, buradan keçsək vəssalam. Bu bəsdir. Bu qədər bəsdir. Vəssalam, bu qədər yetər. Bir dənə də buradan şey eləsək, bunu qoysaq bu işıqları. Vəssalam. Vəssalam, bu qədər bəsdir. İndi bizə lazım olan şeylərdən biri yataqdır, kravatdır, yəni sandıqlar. Həmçinin burada əşyalarımızı qoyacağıq. Və bilirsiniz ki, mən alim uşaq olduğuma görə kitab oxumağı sevirəm. Bir də bunları qoyacağam. Çalışma masasını bura qoyuram. Fırın bizə lazım olar. Bilirsiniz ki, yemək yeməliyik mütləq şəkildə. Çünki biz aca bilərik. Biraz buranı da bu formada etsək, artıq işlərimizi görə bilərik. Nəsə, qapını da gizli qoyacağam. Yəni bu formada qoydum. İndi gedirəm işlərimi görməyə. Qısa müddətə geri gələcəm. Ya Allah, getdim. Ha. İndi sənin o evi mən gör nə günə qoyuram. Gör mən nə qıracam. Gör indi mən nə qıracam oraları. Nəsə, zaten uça bilirəm. Gör indi sənin o evi mən nə günə qoyacam. Sən indi gününü görəcəksən. Görüm bunun evi necədir. Pis deyil. Biraz trentlər yerləşdirsəm bəs eləyər məncə. Məncə bu qədər bəsdir. Sən gününü görəcəksən. Nəsə, özümü əsəbləşdirməyəcəm. Bilirəm ki, səni onsuz da mən bu formaya edəcəm. Nəsə, qaç. Görək necə oldu. İndi görək o evində yaşasın o. Yaşasın o evində. Yaşasın. Uşaqlar, sizə bir dənə şad xəbərim var ki, mən elmaslarımı, yəni pul qazanmışam. İndi gedirəm bunu harama qoya, evimə qoymağa. Gördüyünüz kimi evimə qoyuram və Bu nədir? Bu nədir? Bu mənim evimdir dəqiq. Ay, yox, bu mənim evim deyil. Mən səhv yerə gəlmişəm. Hər halda mənim evim bu tərəfdədir. Bir dəqiqə, yox, bura mənim evimdir. Bura... Oya, neyniblər mənim evimi? Partladıblar ya. Oya, nə qorublar mənim evimi? Kim eləyib görəsən? Kim eləyibsə cəzasını çəkəcək. Nəsə, uşaqlar, bu videoya
tam-tamına 4 like gəlsin. Əgər bu video 4 like gəlsə, o eləyən insanın gününü görəcək. Onu elə cəzalar edəcəm ki, o insan gününü görəcək. Bu video sadəcə 4 like gəlsin. Özünüzə yaxşı baxmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.